Dünən Milli Məclisdə təşkil edilmiş iclasda müzakirələr zamanı deputat Tənzilə Rüstəmxanlı ilə Siyavuş Novruzov arasında gərginlik yaşanıb. İstəyirəm buradan Azərbaycanın müstəqilliyinin başda Ulu Öndər Heydər Əliyev bu bərpasında, müstəqilliyimizin bərpasına səs vermiş 43 millət vəkilini də sayğı ilə anım, onların haqqı üstümüzdə çox böyükdür. Hörmətli Tənzilə xanım burada çıxış elədi, qeyd elədi. Müstəqilliyə 271 nəfər səs veribdir burada parlamentdə. O 43 nəfər özlərini istiqlal yolunda görür. Referendum əleyhinə səs verənlərdir. Onlar tamam başqa şeydir. Müstəqillik başqa şeydir. Referendum əleyhinə başqa şeydir. Biz tarixi saxtalaşdırmayaq. Tarix varsa, tarix düzgün yazılmalıdır. Mən buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. 7 mart tarixi 91-ci ildə Serinin bərpa olunmasıyla bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin o 43 kişinin içində təmsil olunmasından əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən çox istəyərdim ki, o bugün dövlət çevrilişində əli olan, Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazaydı. Mübahisə zamanı deputat Siyavuş Novruzov söz istəsə də, Sahibə Qafarova bu mövzuların plenar iclasda müzakirə edilməsini məqsəd uyğun saymayıb. Siyavuş müəllim, fikriniz aydındır. Sizin fikriniz aydındır. İndi çıxışlarda bəzi nöqsanlar olur. İndi burada olan çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizlə də ayrıca bir məsələni də danışacağım. Məsələ ilə bağlı deputat Tənzilə Rüstəmxanlının mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq. Orada dedim də, Siyavuş müəllim məni düzgün başa düşmədi. Bir yanlış anlaşılma oldu. O dedi, mən də onun cavabını verdim. Orada da bitdi bu mövzu mənim üçün. Ramiz Mehdiyevlə bağlı da bir cümləniz vardı Siyavuş müəllimə. Bəli də, yəni indi bugün dövləti çevrilişdə adı hallanan bir adam haqqında bir çoxları, təkcə o deyil, 5 il yaxın tariximizdə, 10 il bundan qabaq heç kəsin, təkcə ona aid deyil, heç kəsin bir cümləsi yoxdur, bir çoxlarının. İndi hamı milli qəhrəmana çevrilir bu mövzuda. Bilməm, mən bunları heç birini şərh vermək istəmirəm. Yəni, mən dövlətimə zərər verəcək kim olsa, mən onun əleyhinəyəm və qarşısındayam. Daha sonra deputat Siyavuş Novruzovun da fikrini bilmək üçün zəng etdik. Siyavuş müəllim, dünənki iclasda Tənzilə xanımla aranızda gərginlik yaşanıb. İndi mən başqa yerdəyəm, danışırdım. Amma mən mövzuya baxdım, elə dedim Moskvadan zəngir. Amma biz sizdən qısa rəyinizi bilmək istəyirik, çox qısa. Mən heç bir şeyə rəy bildim. Bəxtimiz onda gətirdi ki, nömrəmizi rus nömrəsi bildi. Yoxsa Siyavuş Novruzov israrlı zənglərimizə cavab verməyəcəkdi. Görünür, Sahibə Qafarovanın xəbərdarlığından sonra Siyavuş Novruzov məsələ ilə bağlı mətbuata danışmaqdan boyun qaçırır. Siz eşitdiniz ki, mən Siyavuş müəllimin çıxışından sonra mən dedim ki, Siyavuş müəllim, bəzi məsələləri biz danışaq. Qeyd edək ki, hər iki deputat da müstəqilliyin bərpasına səs verən deputat sayında xətaya yol verib. Tarixi mənbələrə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktının lehinə 258 deputat səs verib. Aybəniz Səfərova, Yusif Sultanoğlu, Şərq TV.